Bir gün Davud peyğəmbər məbəddə ibadətlə məşğul olduğu vaxt onun yanına iki adam gəldi. Halbuki Davud peyğəmbər məbəddə ibadət edərkən onun qapısı bağlı idi. Həmin şəxslər məbədin divarını aşıb içəri girmişdilər. Davud peyğəmbər çox qorxdu. Onlar isə Davud peyğəmbərə dedilər: Qorxma, biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalayıb. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər. Bu mənim qardaşımdır. Onun 99 qoyunu, mənim isə bircə qoyunum var. Bununla belə qardaşım məndən qoyunumu ona verməyimi istədi və mübahisədə mənə üstün gəldi. Davud peyğəmbər qarşı tərəfdən heç bir şey soruşmayaraq belə dedi: O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə qarşı haqsızlıq etmişdi. Həqiqətən şəriklərin çoxu bir-birinin haqqını tapdalayarlar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar. Həmin iki şəxs güldü və getdi. Davud peyğəmbər hökm verməkdə tələsmişdi və qarşı tərəfə qulaq asmadan qərar vermişdi. Davud bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən o bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdı.